Emosional yeme ilə necə effektiv mübarizə apara bilərik? Öncə emosional yemək istəyi yaranırsa, bunun səbəbini, bax emosional deyirik, yəni bu o deməkdir ki, sən ac olmamalısan. Emosional yemək aclığa aid olmadan, qida qəbulundan asılı olmadan, ola bilər ki, siz yemisiniz, üstündən yarım saat keçib, 1 saat keçib. Yəni aclıq olmadan yaranan bir yemək halıdır. Burada həmin halda siz yeməyi nə ilə əvəz edə bilərsiniz? Bir bunu düşünəcəksiniz. Amma öncə təkrar səbəbə qayıdacaqsınız ki, niyə mən indi yeməyə üz tuturam? Mənim qanımı qaraldan, hisslərimə təsir edən başqa bir səbəblər varsa, o səbəbləri aradan qaldırmaq haqqında düşünürük. Amma həmin anda yeməyib də, məsələn, su içmək olar, durub gəzmək olar, bir idman hərəkəti etmək olar və ya bir kitab oxumaq olar, bir televiziya verilişinə, sevdiyiniz, sizi ruhlandıran bir videoya YouTube-da baxa bilərsiniz və bunu dəfələrlə təkrar etməklə siz həmin o emosional yemə istəyi gələndə onu əvəz edib o tələyə düşməyəcəksiniz. Amma önəmli məqam ümumiyyətlə niyə bu yaranır, hansı səbəblər bu gün həyatınızda, ətraf mühitinizdə baş verən hallar sizi bu emosiyalarınızı buna gətirməyə vadar edir, yeməyə müraciət etməyə vadar edir və bunu da araşdırmaq vacibdir və bu işdə sizə psixoloqlar, digər mütəxəssislər də sözsüz ki, kömək edəcək.